Bu gecə Leylətül Qədr kimidir. Çünki Fatimə deyir, bizim Qədr gecəmizdir Fatimə. Leylətül Qədr xeyrun min əlfi şəhr və mə ədrakə mə Leylətül Qədr. Yəni sirdir başdan ayağa. Fatimə vəsf olunmaz ucalıqdadır. Qədr gecəsinin təmənnası, istəkləri öz nədirsə, ondan artığın bu gecə istəyin ki, bu gecə verərlər istəyənlərə. Bu gecə sizin bu halınızı görürəm, mən şövqə gəlirəm. Görürəm ki, gözünüzdə nəhayət ki, o işartı yaranıb, o həsrət yaranıb, o yerə çatmaq həsrəti, arzusu, işartısı. Deyir, ilahi bi haqqı Fatimə, sən and verirəm Fatimiyə və əbiha və atasına və bə'liha və həyat yoldaşına və bəniha və övladlarına və sirril mustavda'i fiha, onda olan, onda gizlətdiyim, Fatimədə olan sirrə and verirəm. Sirr. Bax, o nə sirdir? O sirrə xatir deyirsən. Yəni, o ucalıqdır, Allaha o qədər məhrəmdir Fatimə. O elə bir aləmdədir ki, elə bir dərəcədədir ki, yəni, bax, Fatiməni bu xüsusiyyətlərlə tanı və sən də o aləmə yol tapmaq üçün bir yol axtar. Xanım Zəhranın həqiqətinə yol tapmaq üçün. O sirdən agah olmaq üçün. O Allahla Fatimənin arasındadır, amma məhrəmlər var, Salman kimi, Əbu Zər kimi, onlar ona yol tapıb, ona görə başqa cür halda yaşayıblar. Cəmiyyətin mühərriki, sözümü bitirirəm, cəmiyyətin mühərriki belə adamlardır. Kimlər ki, uca zirvəyə can atır, cəmiyyətin mühərriki onlardır. Qalanları sadəcə sürünür mənim kimlər. Çox yaxşılar var xalqın içində, cəmaat onların üzünə çörək yeyir. Allah yerdən ruzunu onlara görə nazil eləyir. Atəş parçasıdırlar. Biri təklikdə bir ümmətdir hərəsi. Hər birimizin belə olmaq şansımız var, belə olmaq fürsətimiz var. Hər birimizin. O insanlar Allahın munisləridir, Allahın həmsöhbətləridir, Allaha yaxınlardır. Onlar cəmiyyətin yükünü çiyninə götürür. Onlardan çox olsa, pislər yaxşı olar, yaxşılar daha yaxşı. Seçilmişlərdən olaq, əsas insanlardan olaq, üstünlərdən olaq. Biz bu məclisdə ona yanaq ki, niyə bir ömür keçdi və keçir, lap cavan da olsaq, ömrüm dəqiqə bə dəqiqə keçir, amma bizim o aləmlərdən xəbərimiz yoxdur, o yerlərdən xəbərimiz yoxdur.